Bismillahirrahmanirrahim. Bu duanı üstünde gezdiren yaxud okuyanlarla və yaxud dinleyenlerle birlikte Allahu Teala'ya sığınıram. Allah'tan başka hiçbir tanrı yoktur. Haydır, qayyumdur. Əbədi, əzəli varlık odur. O ne mürgü, ne de yuxu bilər. Göylerde ve yerde ne varsa O'nundur. Allah'ın izni olmadan O'nun huzurunda kim şəfaət edə bilər? O bütün yaranmışların geçmişini ve geleceğini bilir. Onlar Allah'ın elminden, O'nun özünün istediğinden başka hiçbir şey kavrayabilmezler. O'nun kürsüsü göyleri ve yeri əhatə etmiştir. Bunları hifz etmek O'nun üçün hiç de çetin değildir. En uca, en büyük varlık da O'dur. Bu duanı üstünde gezdirenlerle birlikte yarattıklarının şerrinden, zülmete bürünmekte olan gecenin şerrinden, ofsun oxuyub düğünlere üfürən qadınların şerrinden, paxıllığı tutanda paxılın şerrinden, ne doğan, ne doğulan, ne benzeri olan Əhad, Fərd ve Səməd Rabbime sığınıram. Bunların hamısından eyni zamanda Sübhün Rabbine sığınıram. Vəsvəsə veren insi ve cinni şeytanların şerrinden, insanların Rabbine, yegane Məlikine ve ilahına ve Melikül Mülk olan Allah'a sığınıram. Allah'ım, sen mülkü istediğin şəxsə verər, istediğinden de alarsan. İstediğin şəxsi yüksəldər, istediğin şəxsi alçaldarsan. Bütün xeyirlər yalnız senin elindədir. Həqiqətən sən hər şeyə qadirsən. Göylərin və yerin xəzinələrinin açarları onun əlindədir. O istədiyinin ruzisini bol, istədiyinkini də qıt edər. O hər şeyi biləndir. Bu duanı üstündə gezdiren və oxuyanlarla və dinleyenlerle birlikte səmanı göyün üstüne düşməsin deyə yuxarıda saxlayan ve varlığın idrakına sığmayan Allah'a, biri-birinden güzel isimlerine, Ümmül Kitaba, Səbül Məsaniyə, Qur'an-ı Kəbirə, İsm-i Əzəmə, Allah'ın güzel kəlmələrine, nuruna, izzət ve cəlalına sığınıram. And olsun səf-səf duranlara, idarə edib çəkindirənlərə və Qur'an oxuyanlara. Hakikaten sizin Allah'ınız birdir. Biz dünyaya en yakın olan göy üzünü ulduzlarla bezedik ve oranı itaətten çıkmış her cür şeytandan koruduk. Onlar Ali bəzmə, yani melekler aleminin söhbətlerine kulak asa bilmez ve her tərəfdən qovularlar. Semadan kənar edilərlər. Onları daimi bir əzab gözləyir. Ancak bir sözü oğrun öğrenen olsa, onu dərhal yandırıp yakan bir ulduz təqib eder. İndi onlardan bir soruş. Onları yaratmak çətindir, yoksa bizim başka yarattıklarımızı mı? Axı biz onları yapışkan bir palçıqdan yaratdıq. Həzrəti İbrahimi Xəlilullah, Həzrəti Musanı Kəlimullah, Həzrəti İsa'nı Neciyullah və Həzrəti Muhammedi alə nəbiyyinə və aleyhimüssəlam Həbibullah edən Rabbimə sığınır və həqiqi güc, qüvvət yalnız ulu və əzəmətli Allahındır və yalnız Allahdandır deyirəm. Peyğəmbərimiz Həzrəti Muhammedə sallallahu aleyhi və səlləm tertemiz ehli beytine ve o pak ashabına selatü selam olsun. Amin.